qəltan edildi. Əli qana bulaşmış Sovet ordusuna qarşı Lənkəranlılar da etiraz səsini ucaltmışdı. Onlarla vətənpərvər gənc kütləvi qırğının qarşısını almaq üçün hərbiçilərin diqqətini yayındırmaq məqsədi ilə Haftoni meşələrinə çəkilir. Bu özünü müdafiə batalyonunun üzvlərinin silahları olduqca primitiv silahlar idi. Onlar tir, revolver, ov tüfəngləri ilə silahlanmışlar. Amma Sovet qoşun hissəsi ki, bu qəsəbənin arasını mühasirəyə almışdı. Onlar son dərəcə ağır silahlarla silahlanmışlar. Yəni orada 3 helikopter var idi, desant aviasiya dəstəsi var idi, quru qoşun hissələri vardı, tank, BMP, BTR və sairə qoşun hissələri ilə silahlanmışlar və qeyri-bərabər bir döyüş başlandı. Əslinə baxanda özünü müdafiə batalyonunun hər bir üzvü bilirdi ki, bu qeyri-bərabər döyüşdə onlar şəhid olacaqlar. Amma Bakıda baş verən hadisələrdən sonra insanlarda o milli azadlıq ruhu, o vətənpərvərlik ruhu, milli vətənpərvərlik ruhu o qədər yüksək idi ki, onlar bu qeyri-bərabər döyüşə bilə-bilə, anlaqlı şəkildə girdilər və 6 nəfər bu döyüşdə şəhid oldu. Gecə ikən onlar lampa işığında, fanarlarla meşədə gəzib yaxınlarını axtarırdılar və yaxınlarını tapdılar. 6 nəfər şəhidi bu qəsəbənin ərazisindən biz çıxardıb yaxınlarına təhvil verməkdə onlara köməklik göstərdi.